Salam canlarım. Bugün sizlərlə bir yerdə GTA 5 Mobile oynuyoruz. Bəli. İndi mən karakterimi yarattım və oyunun adını merak edirsinizsə. Oyunun adını merak edirsinizsə, oyunun adı Gangster Mirage City'dir. Mən sizə oynattırıram. Şu anda bir soygundayıq, bəli. Bax görə bu soygundakı adam nə var? Öz Şu an gedirik bura. Yox, bura. Gedirik bura. Və bu arada inanmısınız mənim sənin çölündə video çəkmədiyimi? Alın 850. Və şu an koş eləyib qaçırıq. Mən səhnələri atladacağım çünki bir bok anlamadım. Bir sen ne koy? Ay Kamil adını Kam 514 koy. Adlar kullanılmalı. Bu arada bu oyunu da benim PUBG'nin yaradan şirket yaradı galiba. RP Grand kimi deyil. RP Grand diye atlaya basarsın orada Kamil. Və bu oyunda qardaşımla birazdan gələcək. Və bu oyunda qardaşımla birlikdə də oynayacağıq. Və əgər bu GTA oyunu sevilsə, mən rahatlıqla çəkirəm yəni. Ya sen ne konuşsan abicim ya. Ya şu sinekle. Ay. Ya indi biz bu oyunda çatışırıq və sonra açıq dünya olacaq. Şu anda GTA 5'in görevlerini yapırıq galiba. Burada şu an heç kim yoxdur. Və bu video halı çox uzun gedəcək. Və gigabaytla patlayacaq. Şu an bir tane daha düşman var. Ve yaktırdık aşağı. Şimdi ise buraya geldi. Asansöre indi. Ara sahneye geçer. Uşaqlar karakterim bu oradan ötərdi. Bilədik. Karakterim məncə çox da şey oldu. Hemen bura uşaqlar partladırıq buranı. Etkileşime girir. GTA 5'in görevlərini elədik, yəni orijinal GTA 5'in. Bütün hər yerə atacağıq. Baxaq görək nə olur, nə olacaq. 3 dənə sonra bomba atacağıq mı? Buranı bilmirəm. Və RP Grand kimi belə deyil. Uzun yükleme süresi falan da olmadı, yəni RP Grand kimi. Hemen saklanaq. Oyun normalde Ruscadır. Özüm Türkçe elədim. Qaç. Pulları al. Bula bax, bula. O da pulları al şu an. Oha. 10.832 min. 42 min. What the? Şu an uşaqlar çox pulumuz oldu. Baxaq görək bunların nə qarajıq. Yəni məncə mən lüks bir dənə ev alıb Kamillə orada yerləşəcəyimi düşünürəm. Həmən yığaq pulları. Şu an gəlirimiz 240, 275 min, 318, 350 çox pulumuz arttı şu an. Bayağı. Polisler bu arada yolladı. Polislerden kaçmaya çalışacağıq. Oyun çok maraqlı oyundur. Və istəsəz ailələri də dəstək ola bilirsiniz. Məsələn, Türk Pro'dur, nə bilim Bakir Kərtənkələdir, Barış İkidir. Bunlara dəstək ola bilirsiniz. Və indi saxlandıq polislərə qarşı kill yapacağıq onlara. Gözləyin. Və yaxşı ki sınırsız nərmimiz var. Sınırlı nərmi olsa direkt mənim nərmi şu an qurtarmışdı.
Hemen. Bunların kalkanları da var. Və uşaqlar, əgər bu video tutsa, mən GTA 5 mobilə çox çəkirəm yəni. Və zaten oyunun ana şeyi də çox uzun çəkir. Mən buranı keçib gəldim. Və uşaqlar, mən buranı keçdim də tam öləcəykən maşınlarla qaçma planı oldu. Hemen biz də maşınla qaçırıq. Maşının kontrollərini öyrədir, amma mən bilməyəm maşın kontrollə. Hemen qaçırıq buradan, çünki polis bizi yakalamaya çalışır. Oy. Polis bey, efendim, bir şey mi dedim? Basılı tutaq. Və qaza basaq. Və şu an 2 ulduzla, yox, 5 ulduz. 5 ulduzla axtarılır şu anda. Aha. Şu an uşaqlar çox qəribə şeylər olur, yəni mən də anlayamıram. Yaxınımızdakı şeyi də axtarırıq. Dostumuzu da yanına getməyə çalışırıq bir yandan. Və gəlirimiz də, yəni pulumuz da oyun puluyla 440.000 pulumuz var. Bundan istədiyimiz maşını ala bilərik. Qaçmağa çalışırıq. Və oyunun çatışması falan mənə görə qəşəng, oha. Mənə görə çox qəşəng gəldi. Və bir yerdən bombayı patladıb havaya uçduq və maşınları bir an mindik. Nəysə, çox qəribə bir şeydi. Və şu an bilinmir harda qutaracağı yəni. Kaza da yapa bilərik. Yapdıq da. Bəsiyor. Qaçış uygulandı. Oyunun animasiyaları çok kaliteli ama özü azca biraz o animasiyalarından kalitesi çok azca. Şu an sahneyi izlediniz ve Gangster Village City. Artık yani orijinal oyun açıldı. Hikayeli oyunumuz kurtardı, yani hikayesi kurtardı. Artık orijinal açıldı. Yani şəhərə alındı. Və uşaqlar belə bir şey yazdı. 4 il sonra 3 il sonra görüşürük. Rezəsiyəm səfiyyə boş. Yani bla yazır. Ve şu an oynanan parkurunu denildi. Bobby takip edildi. Ve bu arada dostumuzun adı da Bobby'di. Ve bununla parkur yapırıq. Ya bu parkuru mən vaxtında Roblox parkur prosuydu. Ve orijinal GTA 5'in birebir aynısıydı yani. Ya keyifli şarkılar okudum, hepsi istedim. Okuma. Şaka yapmam abi. Ya şu an getdik. 2 qoşu qaymaq, bir dakika. Ve buradan da getdik, ora gedirik. Şu anda yolumuz uzaqdır. Ve bu oyunda 3. şahıs, yani PUBG'da kim 1. ya da 3. şahıs olmalı. Belə əldən görməlik yoxdur. Bunu da yəqin ki oyuna gətirərlər, yəni kokpit görmə yəqin oyuna gətirərlər. Bir oyun çünki hələ təzə çıxalı hələ 2 gün falan oldu. Siz də indirə bilərsiniz, yəni mənlə oynama şansınız da ola bilər. Boş parkurlar yapılır şu anda. Uşaqlar, mən buranı keçib gəldim. Və uşaqlar, sonunda polislər bizi tapdı. Və turbo işlət dedi. Polisdən qaç dedi. Və bu arada bunu həqiqətə həyatda falan eləməyin, ha. Bu sadəcə bir oyundur. Qaçmağa çalışdım.
Qaç, 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 qaç. Maşın sürməyi bilmirəm. Qaçacağım. Qaç, qaç, qaç. Bir ulduzumuz var şu an. Biz 3 yıl sonra bilmirəm hardasa gizlənmişik və buradan sonra da artıq şey eləyəcəyik. Yəni belə gizli yaşanmalar mı şey qalacaq, yoxsa bu oyunun hələ hekayəsidirmi? Mən də bilmirəm. Aa. Deyən yakalamayacağıq da yakalamayacağıq. Bu arada maşının gözüm polisdən gizli qaçdım çünki polis incənə oradaydı və oyunun maşın kontrolləri bərbad. Hemen qaçaq uşaqlar. Və uşaqlar yerimizə çatdıq. İndi isə nə qalacaq? İndi maşından düşüb The Rock Hill Welcome. Yəni The Rock Hill'ın Z'nin nə olduğunu bilmirəm. Rock Hill'ın bilmirəm amma Welcome'un da xoş gəldin olduğunu bilmirəm. Hemen içəriyə girək. Hemen girək baxaq görək oyunda bu evlərdəmi nələr var? Başarılı, tahliyə günü. Yəni qaça bilmişik. Nakit 500. Polisiz hep oyun. Neyse bu oyuna mən açıqcası onun üzərindən çox puan verirəm. Hatta mən 40 dəqiqəlik da çəkə bilərəm. Aynı GTA San Andreas'ın şeyi kimidir. Sahnəsi kimidir. Burada deyir ki, məsələn, evin belə, kompüterimiz də var. Wow. Birinci evimizdə kofta dəyişirik. Qardıropda nələrimiz var? Papaq var. Papaq taxmaya ehtiyac yoxdur. Kofta var. Mən belə geyinməyi xoşlayıram. Şortik var. Ayaqqabı var. Klas ayaqqabılardan. Giysilərdən nə heç nə yoxdur. Ayrı nəyimiz var? Çayımız var. Çay da yox, daraq. Telefon. Hələ kilidləri açırıq. Telefona 3 Pro'ya dəstək, yəni Türk Pro dəstək ola bilərik. Envanterdə. Arkadaşlar var. Gardırop var. Envanter var. Və bu arada oyunda da mənim aydım budur. Baxın, Mirage 514 yazan yerdə aydım da budur. Adım da budur. İstəsiz məni ekləyə bilərsiniz oyunda. Sizlə də oynayaram. Bobby bize WhatsApp'tan mesaj yazdı. Mesajı oku. Selam kuzen. Sokaklarda işlerin nasıl yürüdüğünü unutamadığını biliyorum. Burada önemli olan kimin tanıdığıdır. Ne kadar çok arkadaş o kadar iyi. Piyasaya çıktığından beri herkes seni soruyor. Keşke komisyon alsaydım. Gözler üzerinde ekipmanlarını aldığı harekete geçelim. Yaşam Bobby o kadar bizi kudurtturur ki yani birazdan yani elimize silah alacağız. Yenə. Hemen evimizdən çıxırıq. Neyse. Mən belə yükləndi elə. Video kəsənə yaxın full $100 mu? Zəng eləyir. Vaxtım. Yəni nə deyir bizə? Başa düşürəm şunu. Ciddiyim. Konuma yolladım. Benim gönderdiğim yere gel. Arası. Silah mağazası değil. Okey. Onda şu an silah mağazası. Ha burada. Hedef noktasına koy. Tamam, hedef noktasına koyduk. Şimdi de maşın tapmamız lazımdı. Bəli. Maşın hardadır? Yürüyə də gedə bilərik. Maşın oğurlayaq gedək. Məsələn, bunu oğurlaya bilər. Yaxşı, qapısı da açıq. Maşın kilitlidir ki. Hə, bildik. Burada ayarlar var. Ayarlardan düzəldə bilirsiniz. Tamam. Bizə lazımdır. Maşını başladıq sürməyə. Onun avtoşluğu da qəşəngdir yəni. Onda istədiyiniz maşını sürə bilirsiniz və yaxud da maşını da ala bilirsiniz. Bu video biraz sponsor kimi oldu amma xeyr uşaqlar sponsor deyil. Və buradayım. Maşınımızdan düşək.
Bu arada oyunu joysticklə harika. Silah mağazasına girək. Və açıldı. Belə bir dənə robot var və deyir, xoş gəldin insan. Sən bunun üstünə su töksək görənlər var, ölər. Və uşaqlar, bizim 500 manatımız var. 500 what? Ücretsiz tapanca da verir. Okey. Menzil 42'dir. Ücretsizə alaq. RP Grant'la kıyaslaştırmayacağım. En çok Flexity ile kıyaslaştırmaq olar. Uşaqlar, bir dənə tapancamızı aldıq 15 nərmi deyən. Fırlatabilirlərdən bomba falan var. Biz bunlardan almayaq. Tüketebilirdən burada tapanca mərmisindən atca alacağım. 30 dolar da xərcləyim. Çünki dediyim kimi. Və o bitir bölümdə əgər bu videoya bir like gəlsin. Çünki oyun məncə o qədər hələ təzə çıxıb. Yəni, mən də bunu yaydırmaq istəyirəm Azərbaycana. Hatta bəlkə ilk Azərbaycana şey eləyən mən oldum. Hemen ayrılaq. Telefon silah kuşanı. Envantara giririk. Qəribə. Abi Flexity bundan biraz qəşəngdir. Amma ya eyni bərabər səviyyəlidirlər. Və olur ki, Zarakka o kadar çox aparmır. Tabi bu videonun da montajı yenə bizə şakşuk eləyəcək. Bildim. Onun GTA 5 şeydi. Anladık ya. GTA 5'in kopyası. Şöyle yumruğumuzu da seçelim, maşına minək. Bobby'yi çağırmak için dokun. Bobby'ye zenciliyirik şu an. Alo Bobby. Gələ. Bobby hava gelecek şuraya. Şu an joystick'i de konuşayım. Bay More yeni bağlantı. Bu ne tür görevdi. Ve itibar arttı. Seviye 2 artık da biraz pincimiz var yani. Online oyundu. Böyle bir şeyler var. Bu arada 2000 para. Ben bundan jet alırım, ev alırım. 3 silahı ele geçir. Şu an Dobby'yi çözdüm. Platin asıl müşterileri lüks araçlarla ve aracılıklı hizmetlerle yola çıkar. Ofislerimiz park et hayallerini gerçekleştirelim. What the? Şu an Bobby vurdu. Adama vurmak da olur. Ama şu an onların hiç kim yoktu. Niye? Çünkü görevi yapırıq. Belirli. Ve müthiş arabamıza mini yola çıxırıq. Baxın, belə maşın tapanma. Orada dala dönmek lazımdı. Oyunun dala dönme şeyi də biraz yani silah vuruşlar PUBG New State'e oxşuyor. Maşın sürməsi də PUBG New State'dən birə-bir kopyadır. Yani PUBG ile GTA 5'in birləşdiriblər, onu bilmirəm amma oyunu çox qəşəng düzəldiblər. Yəni buradan yapanlara çox təşəkkür edirəm. Eğer bu görevi de kazansaq bizə deyən şey verəcək. Tesla. Şu an ekran biraz karardı. Bilmiyorum neye göre oldu. Kimin göt geçerse olmaz. Ha sus. Yaxşı. Neyse tap. Ve orada bir tane ev var. Elimizde tabancamızı seçelim. Bak vurarım he. Şok tabancası. Maşına minnik. Bizi bir yere aparacak. Evet. Konfortlu maşından bir yere gidiyor. Beni iyi dinle. Ailenle park edilmesi limanına yanaştı. Ağzın kadar benim eleman söyledi. Sonra da birkaç tane çok sağlam araba varmış. Hemen seninle geldim. Başkanın tabanca gezmesine. Abi Bobby ne değil. Adam rap söylüyor. Vay uşaqlar, bu Bobby bottu, bəli, bottu, bot.
Şu an bu niyə durub? Mən düşün məsəl üçün daha hızlı gedə bilərik. Nəsə gedək çataq gələm. Və uşaqlar NPC Bobby ilə bura çata bildik. İçəriyə girib nə alacağımızı bilmirəm amma Bobby həqiqi bot kimi sürür. NPC'dir. Ha. Neyse. Və düşman görüşü yine haritada düşmanlar görürsən mavi kanalına zaman oraya götür. Anladım. Ya kayıt şeyine bastırdı. Mən qaça otomatik. Ya bu niyə belədir? Mən qaçmaq istəyirəm. Mendili eline, mendili vardım gelini. Kara kına bu niye kaçmıyor uşaqlar? Ya zıplaya geliyor olmasa. Hop. Və çatdıq. Pilləkəndən də. Onu birbaşa pilləkən olan tərəfə yönləndirsin də. Oyunda elə bir pis. Dur bu o değil. Yakalayın şunu. Muvaffaqiyet girmiş gördünüz. Ezikler sizi. Oha! Bu bir aileyi uzaklaştırmanı bekle. Şu an aileden uzaklaştırmasını bekliyoruz. Kargo gemisine min. Harda? Kargo gemisi hardadır? Gemi. Kaç. Silah da elimizde olsun. O zaman siz hepiniz Mortis'teki lan. Ben kaç yıllık PUBG prosu. Lermine tarrel oldu ha. Topuğundan sıkın hemşe. What? Şu an 4 tane maşın var. Birisine minməliyim və mən bir tane silahım reload edeceğim ve bu birinciye mineceğim. Çünkü ben birinciyim. Neyse. Yani arabamızı saldık şimdi. Buradan çıktık gedirik. Çıktık da dedim. Nifret edilenler. Şu an qaça bildik. Şu an uzun yol gedirik. Bəli. Bu arada yaxşı şeylə bu maşın sürətlidir ha. Bu onun maşın şey kontrollerde qəşəngdir uşaqlar. Yəni mən sus! Uşaqlar yaxından sonra Kamillə video gəlməyəcək. Siktir hə. Sus hə. O sakin o kadar tunçlu zaten danışıyor. Videolar sen danışdıkların sansürlənirdi ya. Videoda kahrolsun. Böyle videomu izlədirəm Kamilə. Video deyir ki mən orada arqaro kullandım. Nətər gəlmir səsim. Ona görə üzülürdü. Kudurturuq Kamilə. Bu arada oyunda arkadaşlıkla sizlerle bir yerde buluşacağım. Sizlerle bir yerde şeyler eləyəcəm. Eğer canlı yayında açsam. Dükkana gir. Dükkanda ne var sana bu? Demek bu benim arkadaşı var. Arabamda fiyaklanmış geç bakalım şu güzel modifiye masana bir güzel geçirecek. Modifiye et. Ya maşını modifiye etsek bizden 2 milyar alacak. Aracı değiller modifiye. Aracı birinci kaydediyor. Araca sahip olmak için bunu kaydediyor. Tabii bunun parası da çok paradı yani. Bunun parası. Yani modifiyesi ve yeni bir tane araba aldık. RH diye bir tane araba. Çıkarmalar, boya falan da var. Da. Bunun ağır rengi ne? Of, ba. Biznes, sənət əsəri, sənət əsəri. Mavallah bu bəsdir. Elə mən burada maşını belə abartı car parkingdə kimi bir şey eləməyəcəm və üçüncü itibar artdı. Və şu anda oyunda bir yandan görev eləyik və gələn siyarətdə çalışacağım ki Kamillə buluşa bilim. Çünki oyunda ailəyə katılmaq var və biz hələ də 24-cü dəqiqədən bəri 24-cü dəqiqədə ha. Gələn mən bunu parça çəkəcəm.
Ne gel yeni bu. Neyse bunları ben keseceğim. I love it. Daha uşaqlar yəqin ki bu video 30 dəqiqə falan olacaq. Və indi də tır sürəcəyik. Bəli, sokaq mücadelesi buna mı deyirlər artıq? Gözün. Ya səsim! Arada bir səsim boka dönüşür. Heç xoşlanmıram. Ya oyunda görevi tamamladıktan sonra ailələrə dəstək olmaq olur. Mən bu arada direkt dəstək olacaqdım Google'dan. Prost dedim bilən virüslü olar. Olaya çıxar. Kanalımı çalarlar sanarlar. Zaten bir de ben bunu sokamıyorum buraya. Hayat çok var iyi oyunda. Ya şunun nətər parçayla ay tır şoförlərimə ipucu verebilirsiniz. Valla. Bu şey tırın nətər parçayla. Nətər parçalamaq lazım ki? Mən də bilmirəm. Düz də getmir tır. Düz də getmir yani. Düz getsə bir şey deyərəm. Bir düz eyləməyə çalışaq. Şöyle. Ya zaten buradan tır şoförlerime saygı duyuyorum. Ya nətər eləyirlər? Uşaqlar 36 saatin altından güncəllə haber. Rahmetli çatışmış olan kaçaklık anlaşılmayarak bağlandı. Olduğu şüpheleniyor. OTP'de hızlı ve etkili bir müdahale bulunduğunda iddia ederek Rahat'ın iş yerlerine zanlı olarak tutuklandı. Mirage City Times. Bu da Mirage City haberler için bir şeydi. Gördüğünüz gibi haritamız daha da çok genişleyir. PvP, vs falan da atılacak. Kardeşimle vs falan da atacağım. Ve uşaqlar bu video açılmış. Uşaqlar bu videoluk bu kadar olsun. Zaten 27 dəqiqə çəkdi. Sizin də istədiyiniz kimi çox uzun çəkdi. Özünüzə yaxşı baxın. Mən də bu görevləri tamamlayacağım və YouTube'a atacağım. Bye bye.